Rəngi saralırdı Peyğəmbərin, Əhl-i Beytin. Deyirdi, bir Yahudi qızına zülm olunubsa, müsəlman gərək ürəyi partlasın, ölsün, əleyhissalam deyirdi. Bir qız qarət olunmuşdu. Müsəlmanlar bir Yahudinin boyunbağını çıxartmışdılar. Həzrət Əli dedi ki, bunun dərdindən bir müsəlmanın ürəyi partlasa, ölsə, haqdır. Zülmə qarşı bu qədər dözümsüz idi. O qədər insanlar qiyamətdə adam öldürmədən qatil hökmündə olacaq. Qatillərlə bir yerdə olacaq. Çünki gücü çatsaydı eləyərdi. İlahi, axı bu eləməyib, gücü çatsaydı eləyərdi, eləmədiyi şeyə görə buna cəza verirsən. Onu bir hardan sübut eləyəcək Allah ki, bunun da gücü çatsa eləyərdi. Öldürüblər, narahat olmayıb, deyib, mənim nəyimə lazımdır. Niyə deyir ki, zalimlarla eyni taliyə yaşayacaq? İçində narahat olmayıb, qəmgin olmayıb. Bunlar hamısı göstəricidir. Amma biri qatillərlə məşhur olacaq. Deyəcək ki, bu qatil deyirdi, hamının üzünə gülürdü bu. Bu mənfəətpərəst insan idi. Bunu maraqlandırmırdı kim öldürür. Ona görə o qatillə bunun heç bir fərqi yoxdur. Bunun içində bir xislət yatırdı ki, mənəmsilikdən başqa heç nəyi yox idi. Deməli, bu mənafiyə üçün bunun sadəcə cürəti yox idi, qorxaq idi, onu eləmirdi. İnsanlığa görə yox, qorxaq idi bu. Bunun qorxaqlığını aradan apar, həmin o canavara çevirilərdi. Bu gülərüz, itayətkar, əxlaqlı şəxs. Dinin verdiyi əxlaq çox incə əxlaqdır.